1, 2, 3. Herkes salondasın. 1, 2, 3. Herkes salondasın. Herkes salonda. Bayağı indi bu dəqiqə ne kadrda gösteririm sen. Herkes salondasın. Kanalımızın ilk videosuna Hoş geldiniz. Bu günleri sizinle birlikte Şirvana otostop çekerek gideceğiz ve bir günümüzü pulsuz şekilde geçireceğiz. 1 manat da xərcləməyəcəm. 1 manat da. Hiçbirisi olmayacak. Avtostopla gedirik Şirvana. İnşallah ki Şirvanda da bir gün pulsuz keçirdik. Oradan da el Pulsuz otostopla geri kaydalım. dala qayıtmağa fikirləşirik. İnşallah hayırlısı olar, bizi döymezler. İndiden Belə videoya. geçeyle video. Şey otostop çəkək. Yani dediğimiz gibi. Şimdi Maşın tapa bilməmişik. Ya da gedirik qabağa ki, bəlkə orada maşın saxladı. burada şu an hamısı pul istiyor. Bizde de pul olmadığına göre Burada gedirik yüzü qabağa. Bugün çok yorulacaq, onu çok yaxşı bilirəm. Elmə maşın gəlir, gəl. Buradan əslində deyirəm ki, biraz qabağa gedə. Oradan məsəl üçün deyirəm, bura yaxın ara var, Qobustan. Qobustana qədər bizi düşürə bilərsən. Mindiyi getdi. Qobustandan məsəl üçün Kiyevə qədər bizi düşürə bilərsən. Dediyi getdi. Yaxşı. Hanı götürən var biz yetimlərə. Qalmışıq yolun ortasında. Bizi Qobustan tərəfə Tamam, düşürə evet. bilərsən dedik bizi. Burada pulumuz yoxdur. Baxın. Sağ ol. Sağ ol, Allah razı olsun. Video çəkmək olar? Evet, tamam. Oturursan qabağa. Keç qabağa gəldim. Qardaş çox sağ ol. Yox, YouTube'a. YouTube'a video çəkir. Qardaş sağ olsun, bizi götürdü yoldan. Sağ ol. Getdik, qardaş hansı tərəfdə düşürəsən bizi? Allah canını sağ olasın. Çox sağ ol. Qardaşdan Allah razı olsun bizi. Şirvana qədər bizə qardaş aparacaq pulsuz. Şimdi kardeş sağ olsun bizi götürdü. Elə özü də evlağa gedirdi. Bizə elə Şirvana qədər özü aparacaq. Sağ olsun. Yəni əziyyətsiz vəziyyətdə hal-hazırda gedirik. Telefon tutacağına qədər söküb tərəfə. Ayaqda 15 dəqiqədir ki, burada maşını qıraqda saxlayıb tutacaq. Qoymaq üçün yəni əziyyət çəkir. İndi inşallah ki, bu ilk videomuzdur. Yəni özünüz də deyərsiniz də, yəni nə istədiniz, fikirlərinizi bildirərsiniz. Hara gələk. Yəni nəsə səhvimiz olar, onlar da bildirərsiniz ki, ən azından düzəltməyə çalışarıq. Deyirəm, dostluq çətin şeydir. Yəni bəlkə də cavansız. Mən də cavanda deyirdim, dost nə deyir, hamı kim gəl yaxınlaşır deyir, dostumdur. Biraz da avara həyatına meyilli idim. O şifaq etdim də. Hər zaman Həm də dəliqanlı işim yüzüm, hər şeyim maşından. Ətrafım ümumiyyətlə çox idi. Yenə də sonradan görürəm ki, adi bir dənə balaca problemim var, hər bir tərəfə dağılır. Ətrafda qalan yoxdur. 1-2 nəfər. Düz hər yerdə elə olur. Hər Ona kəsin görə də- başına ancaq yeni Ona görə dostu duzlu seçmək lazım. adam var və o demək deyil ha, bu kasıbdır, bu varlıdır. Gərək necə deyim məsələn, yoldaşlıq elədiyin insan kişi olar. Kişi bizdən çox adam deyir, düzdür. Bir tərəf mən əks tərəfi demirəm, elə keçirəm, namus qeyrət məsələsini demirəm. Kişi yəni elədiyi qarşılıq verə bilər. Kişi kimi sən nə edirsən, ona qarşılıq görə bilərsən. Yəni sən məsələn dostundur, təmənnasız hər nəyin olsa, bundan təmənnasız getməlidir. Adamda var ki, görürsən, yoldaşlıq edirsən, görürsən bunun məqsədi var ki, fikir var. istifadə. Hə də sırf istifadə edilir. Vəziyyətlər düzələndən sonra deyir, mən onu tanımıram. Hardasa indi dostsa dost yoldaşlıq eləmirsən, sənin səhvin də olacaq da. Olur hər bir insan, səhvsiz insan yox. İnsan yox. Hardasa səhv edirsən, ya hansısa bir addım atırsan ondan. Balaca boşluğa düşən kimi uzaqlaşırsan da olur da həyatda hər şey. Əbədi bir şey yoxdur ki, insan ölüm itimi olduğu kimi hər şeyin də bir sonu olur, sənəddə olur. Necədir qardaşım? Yolculuk nə təkəsi? Yəni qardaşla da bayaqdan həqiqətən çox maraqlı söhbətlər gedir. Allah
Biz indi bu dəqiqə haradayıq hal-hazırda qardaş? Biz demək olar ki, Hacı Qabula ki, Hacı Qabula gedirik. Nəvay postunu keçdik. Namaya postu keçmişik. Hacı Qabula gedirik. Geləcək hələ qonaqpərvərliklərini yoxlayacaq. Görək qonaqpərvərliyi var yoxsa yox. Sən qonaqpərvərsən, hə? Məcun? Özüm. Hə, qardaşım qonaqpərvər. Gəldik Kürdəmirə çatdıq. Buradan da Kürdəmirlilər salam olsun. Salamlayırıq Kürdəmir cəmaatını. Amma bu səfər bura gəlməyəcək. Şirvana gedirik. Qardaş sağ olsun. Gəldi yaxında kafelərdən birində saxladı ki, sizi çay çizdirməmiş buraxan deyiləm. Çayla da çörək yedik. Yo, Allah canını sayasın, gəlin bana. Sumka hələ ki qalsın götürərək, hə? Bax. Ha, olay götür istəyirsən. Ha, istəyirsən götür. Yaxşı. Qardaşı da elə yaxından tanıyır. Gəldi kafelərdən birinə. Etsə, çıxdıq biz yerdə. İndi qardaşla sağollaşırıq. Biz buradan özümüz gedəcəyik. Sağ ol qardaş. İnşallah ki daha başqa yerlərdə görüşək. Götür şeyləri, sumkalar. Sağ olsun qardaş. Özü hələ pul da vermək istədi bizə. Allah canını sağ olasın. Allah'ın çok Buradan keçirik yolu, kafeden çıxdıq, qardaşı da yola saldıq. İndi keçək yolu o birisi tərəfə Şirvan yoluna. İndi görək burada kim saxlayacaq, kim bizi Resmen. yol üstü aparacaq. Gel galiba sakla gel. Gəl. Evet tamam aleyküm. Şirvan'a taraf bizi atabilirsiniz. Ha ama pulumuz yoktu. Video çekiyoruz. YouTube'a video çekiyoruz. İşlenmirsense yok. Problem yok. Allah razı olsun. Ya Allah. Bu hamar çok. Salam aleyküm. Yani sert, bak bunu sert. Kardeşler sağ olsun bizi götürdü yoldan. Şirvan Körpüsü'ne kadar bizi aparacak. Seyitsə gəldi, çatdıq Şirvana. Qardaşlar da sağ olsunlar. Əsər. Şahit biz ara gelmiş ol. Hara gəlmiş yox biz. Şirvan şəhəri qabağımızdadır. Arxamız Hacıqabuldur. Bakın dostlar her taraf Şirvan'dır. Zarafat maşını! Zarafat! Dağıttın ortalığı! Tam buradan. Aşağı tərəf, basaq tərəfə gedəcəyik. Düz üzü Şirvandır. Sumkamız olmalı olmalı. Elimden. Yo, narahat olma qardaş. Bu bax, burada. Biraz yavaş gəl ki, qoy sən düşə bilərsən də boyun indir. Burada qardaşım. Mikrofon düştü. He de. Burada qardaşım, bax indi bax biz buradan qabağa gedəcəyik. Bir dənə də maşın saxlasaq, maşın saxlatdıra bilsək. Bura maşın gəlir. Hə. Bax oradan əsas yoldan. Promoy mənə bax gedək ki, ən birinci deyirəm. Şəhidlər xiyabanına. Gedək şəhidlərimizi ziyarət eləyək. Ondan sonra promoy gedək. Hara getdi? Hara üzü getdi? Şirvanın ən gözəl yerlərini gəzək. Nə deyirsən? Gedək bura. İnşallah. Biraz yolun qırağına düş saldım beni dərədən aşağı. Orada burada biraz vəhşi kimi sürüb eləyən olar. Buradan maşın gəlmir. Yox deyəsən. Qabaqdan gedirlər də. O şeydə videoda nəfər dayanmışdın, elə bir dənə dayan açıq ilə. Sağ bir də açıq ilə elə dayan. Hə deyəm. Deyən də qardaşım utanma. Hə? Deyən elə utanma.
Bizim bu videoda səhvlərimiz ola bilər. Normal olaraq ilk videomuzu yəni bacardığımız qədər sizə tam səmimi olan şeylərimizi göstərməyə çalışırıq. Burada boyum çox balaca görsənir qardaş. Biraz böyle gir. Burada bacardığımız qədər səmimi olmağa çalışırıq ki, təmiz bizi görəsin. Yəni hər şey normal qurma olmadan keçsin. Hər şey qaydasında Ya geçsin. dostlar, hamıdan Yəni- xahiş edirəm. İlk videoda nə olar, kanala abunə olun. Biraz qalxaq. Dəstək olun, dəstək olmağı unutmayın. Əlavə olaraq da ki, kommentlərə yazın, hansı videolar çəkməyimizi istəyirsiniz, nə səhvlərimiz var, onları bildirin bizə, biz düzəltməyə çalışaq, düzəldək. Bacardığımız qədər hər şey daha rahat şəkildə. Bir də şərhlərdə uğurlar yazın. Kaç uğurlu oldu. İnşallah. Qardaşım, sən hara gedirsən? Şirvana. Sağ olun. Bizi Şirvanda düşürə bilərsiniz. Sağ olun. Gəl. Şeye geldi, Afroda'ya geldi. Gel ona. Yalan beş. Şalyanda boyunca da Hacı, biz oraya geldik, ha? Yine bekleyin yine. Hayır, pulumuz yok diye biz şey fırlanırıq. Səyyah. Valla. Vallahi səyyah kimi bura. Bakıdan bura pulsuz gəlmişik, Allah haqqı. Aynen zaten. Akılla halal elə. Çok sağ ol. Sağ olun. Allah zamda eylesin. Əsas o da halallığın verdi. Hayır. Gələ Daha bunu çok saxla. sağ olsun. Bizi Gətirdi Şirvanda. daha çok sağ olsun bizi. Huzur Parkı'na getirdi. Hemen nasıl? Daha bize dedi ki Şirvanda gezmeli yer Füzuli Parkı'dır. Geldi Füzuli Parkı'na. Burada biraz gezək, sonra da buradan gedək Şəhidlər Xiyabanına. Şəhidləri ziyarət eləyək. Sonra da oradan sonrası Allah kərim. Yine başımıza ne iş yani? Axır ki gəldi çatdıq Şirvana. Bura Şirvandır. Qatar yolunun bu tərəfində. Burada köhnə bazar var qabaqda. Qatar yolunu keçəndən sonra Təzə Parka gedirik. Orada Texnikom deyirlər. Yəni Texnikom tərəf sayılır. Heydər Əliyev Parkıdır da səhv eləmirəmsə. Orada öz aralarında zarafat edirlər. Dədə Qorqudun dıngılı deyirlər, nə deyirlər. Bilmirəm. Dədə Qorqud şəhəri də var orada. Sevirik gözəlliyi, yaşıllığı, gəzməyi. Biz indi bölgələrə gedəcəyik. Yani şeytan bir videoların başını bırak geç səyyah video çək. Məncə də. Əslində çox maraqlıdır. Çünki Arizə indi gəlib başlanğıcda ilk videomuzda, yəni bu xoş qarşılamayı görəndən sonra həqiqətən də Azərbaycan millətinin nə qədər dəyərli millət olduğunu anladım. Əslində sadəcə Bakıda indi bəziləri nə bilim çox gözdən salırlar bizim milləti. Amma həqiqətən də o deyil imiş də. Yəni bunu öz gözlərimizlə şahid olduq. Sizə də göstərməyə çalışırıq ki, tanıyın, bilin. Bir meşə saqqalsı olmuş ya. Əlbəttə Hər ki. yerisi var da. Sizə. Çox gözəldir. Olmaz. Və bu videodan sonra hansı bölgəyə gələk, onu yorumlarda yazarsınız. Bir də ki, biz yeni başlamışıq. Bizə dəstək olmaq üçün ən azından gələcək Kanala videolarımızı rahat motivasiya ilə çəkməyimiz üçün kanala abunə olub, videoya like atmağı unutmayın. Və yorumlarda fikirlərinizi bildirsəniz bizim çox xoş olar. Hamısına diqqətlə baxacağıq. Xeyirli uğurlu olsun qardaşım, qırıldı. Svetro. Allah baxın görün. Azərba deyirəm, heç olmadı.
Hadi oradan gelenlere bir tane signal elə. Bax gəldi. Gəl. Müqat eləyim. Əl elə də gəl. Müqat eləyim sən bir bax. Tekno var ya aman deyil. Şirvanın ən gözəl tanınmış Qutab kafesi, Vetrok olan kafeye gedirik. İndi səyyah olaraq yaxınlaşacağıq və onlardan ikramlıq çay istəyəcəyik. Görək bizə ikram edəcəklər yoxsa yox. Aleyküm. Salam abi, necəsiz? Necəsiz? Hoş Çox geldin. sağ ol abi. Biz səyyahı, biz Video səyyah çəkirik. videoları çəkirik. Hal-hazırda Şirvana gəlmişik, Şirvanın gözəl yerlərini gəzməyə gəlmişik. Sadəcə bizim biraz boğazımız quruyub, bizə bir qonaq olaraq ikram olaraq nəsə eləyə bilərsiniz. Çox sağ ol abi. Bir nömrəli kitablarımız var, bilirsiniz, yəqin Hə, keçilərsiniz. eşitmiş elə, onu eşidib gəlmişik. Qonaq elə bilərik. Çox sağ Çox ol, sağ Allah ol. razı olsun. Bir çəkişin problemi yoxdur. Yox, heç bir problem yoxdur, keçin əyləşin. Çox sağ ol abi, Allah razı olsun. Əyləşin. Bizi qonaq elədi. Gedək oturaq çay içək. Sağ ol. Salam Məşin, çox sağ ol abi. Əşrin yanı da. Hə, şöyle. Sağ olsun bebeğim. Bizi qonaq elədi. Sahibi bebeğim. Yəqin ki, hə. Çocuk danışmamam da oldu. Sağ olsun, əslində həqiqətən də qardaşım. Amra qoy. Çox xoşüzlü insanlar bunlar da. Yəni bura cəmaatı həqiqətən çox xoşüzlü insanlardır. Səmimiyyətləri %100 yəni 10 nömrə çox xoşuma gəldi mənə Vallahi şəxsən. çox sağ olsun. Mən Adicə biz Şirvana adicə girən zamandan, girən vaxtda indiyənə kimi onca yəni bunu görmüşük ki, oy, necə yorulmuşam. Elə həyatdan gəldirəm, Allaha and olsun. Bütün qışlarım qırıldı. Sağ olun. Xəcalət verirəm. Çox sağ olun. Allah razı olsun. Baxın, görün necə tatlıdır. Yaxşıdır. Çox sağ ol. Sağ olsun bebeği kitabla getirdi bizim için. Biz sadece çay istemiştik. Ama o meşhur kitabların da tadına bakmaya bize nasip oldu. Allah zamanı sağ eylesin. Aman olsun. Çay, əsas çaydır. Susuzluqdan yanırdım da. Həm də ki, gəzmək bizi öldürdü, çox yorulmuşduq. Oturmuşam çox, necə deyim, necə rahatlamışım belə iş. Həqiqətən qardaş. Allah canı sağ eləsin. Amin inşallah. Betrok qutabı gətirir. Vetrok kitabı tay bənzər olmayan. Həqiqətən qıraqdan baxışından belə çox gözəl görsənir. Amma Yəni göz haqqımızda halal edin. yəni Biz üzürü say həqiqətəndir. Çünki biz həqiqətən azıq. Sağ olsun qardaş bizə bayaqları yemək təşkil elədi. Allah razı olsun. necə sözümüz yolda. Amma həqiqətən də bu qədər sizdə indi dəqiqə olaraq göstərilə bilər, amma bizdə həqiqətən çox saatdır ki, yəni yoldayıq da biz. Saat 1-dən çəkib. Saat indi də 5-dir. But I don't care what they say. I'm in love. Saat 1-də qardaş sağ olsun. Orada yemək yemişik. Kürdəmirdən qayıtmışıq. Avtostopla Şirvanın, Şirvanın girəcəyindən oradan bizi dayı gətirdi. Elxan Bulaq tərəfə, Füzuli parkına. Füzuli parkının yanına. Oradan da gəzib gəlmişik Vetroka. Burada da biraz çay içək, yemək yeyək. Oradan da gedək Şəhidlər Xiyabanına. Şəhidlərini ziyarət edək. Ziyarət edək. Oradan da Amma şəhərə də gedə bilərik. Burada deyirlər çay var. Həmin çayın üstündən cəmaat lotka ilə o tərəfə gedib gəlir. Prosta sadəcə dedim ki, bir Şirvan mənzərəsi olaraq gedib lotkada bir qrup fırlanaq, görək Şirvanın çay mənzərəsi necə olur. Heç bir şey qardaşım, biz çayımızı içərik. Nuş olsun. Videonu buradan çıxan, Nuş olsun. nə deyirəm, nuş olsun. Olmasın. Nuş olsun bizə. Buradan çıxandan sonra video davam edəcək. Hələlik. Şimdi çıxdıq buradan Çay içdik, işimiz kitabı əlimizdə yedik. dəyişdik ki, rahat ola. Paltar gətirmişdi evdən. Əlimizdə gedək indi bir dənə bibiyə sağ ol deyə.
Oradan da çıxaq gedək. Yolumuz uzundur. Hə. Gedək Lotkaya. Bir bebdən sağ ol deyək, sonra çıxaq gedək buradan. Çok Bibi, sağ olun. çox sağ ol. Allah canını sağ eləsin. Allah Allah razı səndən olsun. razı olsun. Bibi kamerayı da əl elə. Sağ ol abi. Görüşərik inşallah. Çox sağ ol. Sağ ol. Mənə bax, indi buradan şeyə o hara dedin? Küre. Ha, o gözüm dolu. Ama buradan küre oradan geçmeli. Yani Gedək buradan bizə çok dedi ki, maraqlıdır. dayı bizə dedi sağ olsun, yol göstərdi. Deyir buradan yol keçsin o tərəfə. Çox Lenin güman ki, bağı var. çox güman ki, balaca avtobuslar var onlarla. 3 nömrəyə deyirmin. Buradan gedək 3 nömrəyə minək. Oradan Bence da gedək. Tütsü Ömrəyə minməyək, çaya gedək. Tramvay yolu üstü maşınlardan gedək. Doğrudan. Çok uzak olmaz. Çünkü bayaqlardaydı dedi, çok uzak değil. Burası buradan yolu kesmeliyiz. Kes. Gerek qabaqdan bir de otostop ediyor normal. Qabaqdan hardan? O da qabaqdan sağ tərəfə gedənlərdən. Bura kuruqdur diye buradan çok su kuruqla sol tərəfə gedən var. Avtovağzalla deyəsən düz qabaq tərəfdədir. Səhv eləmirəmsə. Ya buradan sol tərəfə keç, suyun altına. Suyun altına girək. Suyun altına gidiyor. Əslində biz fikirləşdik ki, çox küləkli olacaq hava. Amma çox əladır da hal-hazırda hava. Bakıda indi Bakıda bir tane necə küləyi var? 100% ibiş. Elişibiş. Elişibiş. Dostlar, xahiş edirəm, kanala abunə olmağı yaddan çıxartmayın. Yəni çox önəmlidir bizim kanala abunə olmağımız ki, kanal artsın. Bir də ki, videoya like atın, comment yazın ki, videolar sizin kimi çox adam qabağına çıxsın. Sizin hər fikriniz bizim üçün çox önəmlidir. Əlbəttə. Hal-hazırda biz yeni başlayırıq. Bizi bu yolda yəni qabağa çəkən də siz olasınız. Bizə dəstək olan da siz olasınız. Yəni hər tərəfli sizin sayənizdə irəliləyəcək. Maşın saxladı görək hara gedir. Salam aleyküm. Lenin bağı tərəfə keçirsiniz. Yox, o bu tərəfdədir, özünki. Ha, buradan belə gedirlər ha amma. Ha, kolu dörtələr, göründü. Ha, çox sağ olun. Yox abi, biz YouTube'a video çəkirik. Sizə yaxın. Ay salam əleykum. Ay çox sağ ol. Allah səndən razı olsun. Video bu problem olmaz çək. Hə. Day sağ olsun bizi götürdü. Qabaqda elə yola yaxın yerdə saxlayacaq. Bizi deyib şuradan. Allah razı olsun. Allah şu zamandırsın. Çox sağ olun abi. Selamet. Babağımızsınız. Allah razı olsun. Babağım olabilirsiniz. Harda istəsiniz. Yox, çox sağ olun abi. Çörək gəlin. Çox sağ olun abi. Elə bayaqları Vetrok'ta idi. Sağ olsunlar. Qəşəng kitablarından verdilər. Sadiqin abi. Hə. Kardeşimizdir. Allah razı olsun. Şirvan cemaati, mehriban cemaati. Həqiqətən çox mehriban deyib. Bir nəfər də görmədim ki, bizə yəni üz çevirsinlər. Kimə dedi hamısı sağ olsun. Dəstək oldular. El kaldırdınız, ben başka yere gidirəm. Valla vaxtım olsaydı atardım, tələsirəm, Sabirabadda Yox, gözləyirəm. problem deyil abi. Başqa demirəm sən. Elə hara qədər getsin, düşün. Prozo başa salarsan ki, hansı Elə bir tərəfə de yolu göstereceğim, düzleyelim bakın açılacaq. Çox sağ Ha, olun. indi biz düşdüyümüz yerdən çox uzaqdır. Bir yerdəsə bir kilometr. Piyada yan getmək olar. Aha! Oradan. O kürün yanıdır da ora, düzdürmü? Hə. Söylə oradan da piyada. Lökkələr işləyir orada. Lütfen. Ne bilmirəm, su qalxıb işləyir, işləmir. Biraz yalancı çıxmır, deməyən o yaşıydı. Ancaq lökə var oradan. Day sağ olsun bizi gətirdi bura qədər. Buradan indi sola dönüb düz gələcəyik Lenin bağı. Buradan hə. Sağ ol əmi. Sağ ol day, sağ ol. İşte buradan yol keçək. Buradan deyirlər biz aşağı. Biz aşağı tanınmış Kürmoslu buradır. Anı. Bir de bura Kürmoslu sayılır. Yəni Kürmoslu sayılır. Düz qabaq tərəf Sabirabaddır. Sabirabad rayonu. Sabirabada gedənlərin çoxusu buradan gedirlər də Şirvana. Burada baxırsan sağma solma yaşıllıqdır. Qoxusu insana çox ləzzət eləyir də həqiqətən də. Çox əladır, möhtəşəm hissdir. Yəni hər ildə ən azından 2-3 dəfə gəlmək lazımdır da rayonlara. Vallahi. İnşallah ki
İnşallah ki bu ilk idi də. Bundan sonra gələ para gedək. Gələn dəfə mən istəyirəm, iki yer var ağlımda. Məsələn, Yəni onu da istəsəz anket də qoya bilərik. anket qoyaq. Anket qoya. Vallahi hə, anket qoyaq. Biri Şəkidir. Biri Mən Şəki Şəkidir. seçirəm. Sən haranı seçirsənsə özün denə. 2 rayon deyirsən, hansı rayonlar? Birini də sən denə. Bəlkə gedək Masallıya. Ayda. İkisi də bir-birindən gözəl. Gedək Masallıya istisuya. Sonra da qalxaq oradan yardımlı dağlarına. Ayda. Amma Vallahi Şəki də maraqlıdır. Şəki də, ha. Şəki çox- də maraqlıdır. Şəki çox gözəl. maraqlıdır. İnsanları da çox gözəldir. Rayonun özü də çox gözəldir. Onda biz anket qoyuruq. Siz Şəki və yoxud da Masallı. Ən çox anketdə oy hansına gəlsə ona gedəcəyəm birinci. Amma unutmayın ki, hər ikisinə də gedəcək. Hə, yəni biri. Kimsə bizdən inciməsin ki, yəni niyə gəlmədin bura? Yəni, Amma gələn şərtdə də yazın ki, yəni tək Masallı və ya Şəki deyil də. İndi başqa rayonlara da gedəcək. Prosta ki, ağlımızda 2 yer var. Şəkidir, bir də ki Masallıdır. Oradan da elə çərəz yardımlının bir tərəfini görmək üçün. Bizim tək fikrimiz burada səyyahlık etmək deyil. Yəni bunu bilmiş olasınız. Bizim fikirlərimiz budur ki, biz həm normalda sosial eksperimentlərdə aparmaq istəyirik. Özümüz üçün səyyahlıqda eləmək istəyirik. Qaqam polluğa da verir. Səyyahlıqda eləmək istəyirik. Əlavə olaraq da ki, nə eləmək istəyirik qardaşım? Çox güclü. Nə bilim, bizim qabağımızda nə bilim, bundan sonra çıxan olar olmaz. Bilmirəm də, rəqib kimi, heç kimi fikirləşmirəm. Çünki elə bir fikrim yoxdur. Amma çox qırğın videolar gələcək. Nə bilim, elə yəni olmayacaq da biz ikimiz tək video çəkməyəcəyik. Niyə görə tək? Elə videolar olacaq ki, cəzalı oyunlar oynayacaq. Ora dostlarımızı inşallah ki, onları da görəcəksiniz. Yaxşı, bizə dəqiqə. Salam qardaş. Qardaş, bu Kür qırağı, bu qayıqlar zatlar olan yerə biz necə gedə bilərik? Kür qırağına buradan düşən kimi buradan yol gedir. Aha. Arpa üstünə belə. Düz gedin, oradan da bəndə çıxarsınız. Çox sağ ol əzizim, Allah canı sağ ol. Sağ ol. Hə. Yəni elə cəzalı videolar olacaq Çocuk ki, ayağım məndə yəni ağıl almaz da, ağıl almaz videolar gəlir. Prosta indi videoların burada nə olduğunu demirik. Sürpriz olsun çünki Sürpriz çox olsun. maraqlı şeylərdir. Maraq Bir yatmasın. şey ki, özümüz ikimiz aramızda danışırıq. İnan Allah ki, yəni çox bomba şeylərdir. Özümüzə belə çox ləzzət verir. Biz Adamın burada həm eşidirsən. özümüz gəzirik, həm də istəyirik ki, bizim burada yaşadığımız təəssüratları siz özünüz də yaşayasınız orada. Eşidirsən, hə? Adamın bir 5 milyon olub videonu izləməyə gəlir. Həqiqətən. Ay sən. Həqiqətən. Ya, dedi ki, buradan düz gedin, hə? Düz gedirik ya. Ayda, kənd iyisidir. Kənd evləri bax bura vardı da. Ha? Oy, Quran. Görsən bura bax köhnə şəhərdir deyəsən bax bura. Köhnə Şirvan bura deyirlər. Köhnə şəhər. Köhnə şəhər. Burada Şirvanın köhnə şəhəridir. Çox gözəldir axı. Sakit məhəllə. Gəl, indi çək məni. Mən dayı. Bir də daydan yol sorsa, hara yaxın gedə bilərik. Dayı, salam aleyküm. Salam məsələn. Salam aleykum dayı. Dayı, şəhərdən gəlmişik, video çəkirik. Həcəbi. Biz burada Kür deyirlər, qayıqlar olduğu yer. Haradır ora? Bax, burada da yol var. Buradan da yol var. Şimdi Ən yaxın hardan olar əmi? öyle bir fərqi yoxdur. Ya buradan göçədim elə. Buradan düzlə gedə bilərik biz. Düz gedəsən. Aha. Neyse qardaşım Dayı sağ burada. olsun. Belə buraya promoy gedin. Getdiniz kuruk var. Kuruk düz gedin. Sağımızdadır. Sağ ol. Çox sağ ol əmi. Sağ olun. Dayı sağ olsun. Bizə yolcu. İnansan bir sən necədir? Eliş, gəl. Tamam əmi. Çox sağ. Hə, Eliş, bir sən necədir? Gəl, düşmüşəm bu insanların arasına da. Şirvan cəmaatı o qədər mehribandır. Allah hamd olsun, indi video arxasında elə yerlər var ki, biz çəkməmişik onu. O qədər belə adama can yandırırlar. O qədər belə də doğma kimi.
Aha 100%. Allah'ın olsun. O qədər doğma kimdir. Yəni elə bilirəm ki, qıraq yerdə deyiləm də, öz yerimdir. Elə başa düşürəm mən. Nə biləm. Çox ləzzət verir. Allah canını sağ eləsin. Çox sağ olsun. Biz də gələ qayıqları başımıza nə gəlir? 100%. Səsin təsvəri. O niyə görə ayılı olub? O kesti attı orada. ya pis meyve verirdi yoksa neye göre? Hayatım buraya qara tutuyordu. Qara tutuyordu. Amma belə də Elə gözəldir şey amma yenə də ağac. Bu neçə ilin ağacı olaraq? 55. 50 ilin ağacı deyə qardaşım. Nə Allah. Valla. Sən? Dayı deyir ki 50 ilin ağacıdır bu. Yəni qıraqdan baxanda çox qəşəng görsən. Çox ağac. Çıkın sakaydı. Sen de öyle 60 yaşında var. Baba sən Şirvan cəmaatı necə cəmaatdır? Nəsər adamlardılar? Vallahi 82 yaşın içindeyim. Allah uzun ömür versin. 82 yaşı var baba maşallah. Son deyim tanıştırıyor birbirimize. Ya olmalı. Aşık. Çekildi. Can babam. Qoy cavanlara nə demək istəyirsən? Cavanlara nə məsləhət görərsən? Bu 82 ildir. Məsləhətim oldu ki, ağırlı olsunlar, pis yola düşməsinlər. Yaşar derler. Ağırlı olan insan həmişə xoşbəxt yaşayır, ailəsinin də yanında hörməsi olur. Əlbəttə, düz. Allah sənin canını İndinin sevsin. zamanları görsən, hər bir dənə bıçaq qoy dibinə gedib qurbanına verirlər. Olmaz ağırlı. Düz. Pis yola gedirlər. Elin əməllərini sabah rəhmətə gedəndə bir rəhmət oxusunlar kişiyə, onlar rəhmət olunur. Əlbəttə. Ben burada doğulmuşam, burada da büyümüşəm. Bir adam deməz ki, mənim pişiyimə verin daşıqdır. Özündən müğayət ol baba. Deyirəm də Eliş. Mən sənə deyirəm ki, Allahın olsun, cəmaət çox belə, nə bilim, çox yaxın hiss edirəm özümüzə. Hayır, bir nəfərdən də görmədik ki, amma nə var? Elə bir şey oldu. Əslində indi belə başlığa çoxdur o şeydə. Bana nə var? Eşidirsən, nədə onun adı? Bir gün gedək Bakının kəndini çəkməyə. Oy. Bakı kəndlərini çəkməyə. Məşdağa. Məşdağa, Nardaran, Nərdaran. sonra Fatmeyi. Batmayı, Qəşəy, Türkan. Çəkək də, Allah'ım. çəkək. Nəşi çəkmirik. Ürəyimdən keçdiyim hissləri, yəqin ki, sözünüzlə görə belə başa düşürsünüz. Biz bacardığımız qədər çalışırıq ki, səmimiyyətimizi sizə bildirək ki, sözümüzlə bizim gördüyümüz şeyləri tam elə bir biz yaşamırıq, siz özünüz yaşayırsınız da. Yəni ona görə əziyyət çəkirik. Səhərdən yorulmuşuq. Yorğunçuluq həqiqətən də o kim deyirsə ki, yəni nə varsan video çəkirsən, nə olan bir şeydir, həqiqətən də çətindir. Bizim özümüzün yəni burada heç məqsədimiz pul qazanmaq da deyil. Pul qazanmaq olar, gələcəkdə bax məsəl üçün deyirəm. Minlərlə pul qoyarıq. Qazanmaq bir fikrimiz olar da, yəni nəsə bir xeyir güdmək istəyərik. Amma hal-hazırda bizim fikrimiz işimizi qabağa gətirməkdir. Biz özümüz hal-hazırda işləyirik. Mən dizaynerəm, proqramist dizayner. Qardaşım özü də proqramist dizaynerdir. Meyvə sahəsində işləyirik. Amma hal-hazırda istəyirik ki, biraz da böyle cəmaatı özümüzü tanıdaq. Biraz şey deyə. Yəni belə. Şirvandır da. Şirvanlı yox, dənə. Nə da? Sen o Kamil Mehmet olsun. Kamil Mehmet Hə, o ya. Vay bile. Kamil Mehmet o da iyi bir şey adam. Adım Ebeşdir. Oy Oyunlar Allah. ya, çevir kamerayı. Quranan olsun, qoyundan qorxuram. Yox, gəlmir də. Sən canın olsun, istəyirdim üstümə gəlirsən. Allah qızır, qoyun üstümə darta. Oyun o, Kamil Mehmet ondan neyiz ha? İbi istəyirsən, acı görüşməysən də. Bütün qorxsunlar qaçdı dala. Turist deyir bunlar. YouTube'a düşmək istəyirsiniz. Tanıdın məni? Necəsən? Nədən sus? Sağ ol.
Sağ ol, Necə nəsə? uşaqlar, hardan gəlirsiniz? Ben tanıyorum. Magazin. Hə, laf yaxşı. Kimdir bu? Bunu da artık görmüştüm ya. Ben de gördüm. TikTok'ta gördüm. Mən niyə görməmişsiniz? Siz amma elə bunu görür, bunu görür. Mən görməmişsən, ha? Gəlsə kimdir? İtirib İncidim, baxdı. siz. Sağ olun dostum, öpürəm sizi. Ama az kaldı. Eliş Eli eliş. şibiş. Tamam da deyir ki, inni yadıma düşdü, inni yadıma düşdü. Təzə açmışıq bu sayfəni. Hərdən yadımıza düşdü. Görürsən, belə balacalar belə sevəndə çox qəşəng olur, belə çox qəşəngsin. Allah. Sənə tanıdım, bir nəfər də görmürəm ki, böyük gəlsin desin. Ama Qoqoş, sən haradasın, tanık gəlsin. Yeter də var. Bir tanıyıram, isə. Ləhcələr də çox işləyir. Hə, sən öyle. Dostum, necəsiz? Baktın YouTube'dan. Ne tayardı? Yaxşı. Abone oldun. Canımsan mənim. Bunu sen kaldırabilirsen göçöne. Telefonu cebine koyduysan nəsə eləyəcək. Ha, olsun, eybi yok. Signal vermək olar. Ne verir? Yolla be buradan. Ağzımla verir. Bakın. Hem o grafın karşı zirli bu var. Arasını tutun. Buradan verirsen ben silsen isterim. Ayrıca məktəbdir, get cəhənnəm ol bu tərəfdə. Gəl, çok sağ ol. Sağ ol dostum. Sağ ol, çok sağ ol. Yol düz gelmişik. Doğrudan. Ha, 100% düz gelmişik çünkü Buranı görüb deyir düzgən. sağ tərəflillərə bax. Sağ tərəflillərdə bax. Görürsən, iki oxşur. Oxşamır axı. Sizə dayıdan soruşaq görək. Salam aleyküm. Salam əleykum. Daha burada bu çürün qırağı o gəmilər olan yer haradır lokdalar. Buradan sağa. Allah razı olsun. Allah razı olsun. Leylan bağı, sağa. Ay yox, deyir düz gedim sağa. Bura. Hə. Hə, yaxşı. Sağ ol, sağ ol. Qala qabağa gördün ya. Burada Lenin bağı. Lenin bağına giriş eləyirik. Burada Şirvanın Leylin bağı. Ya həqiqətən də çox gözəl. Havası təmiz, özü gözəl. Lenin bax. Uşaqlar şəkil çəkdirir. Sağ ol. Elbinlə. Yəni indi siz çəkdirmək istəmirsiniz? Burada Anakür. Girdim. Neyse, lotka olmadığına göre şimdi biz buradan gedirik yeniden merkeze telefonumu götüreceğim, bir de powerbank'ı götüreceğim. Oradan Şehitler Xiyabanı ve bu şey gez olur, gedək. İndi izləyicilər deyəcək ki, powerbank hardan götürəcəklər. Orada bir qaqaşdan xahiş elədi mağazindən. Telefonla powerbankı orada zaretkaya qoymuşuq ki, kameranın zaretkası olsa nəsə də işimizə yarasın.
Xəstə aləm bilsin. Şa.